Normal bir ailənin necə olduğunu heç vaxt bilməmişəm. Çünki uşaqlıqdan atam heç vaxt yanımda olmayıb. Düzdür, mənə həmişə dəstək olan, təsəlli verən əla bir anam var. Amma atam üçün eyni sözü deyə bilmərəm. O, içki düşkünü idi və onun bizə yaşatdığı əzab-əziyyətin bədəlini mən çox ağır ödədim. Dostlarımı evə çağırmağa qorxurdum ki, birdən atam içkili olar, onların yanında məni biabır eləyər. Həmişə dostlarıma həsədlə baxırdım. Çünki onların ataları həmişə yanlarındaydı. Mənim atam isə həyatımda demək olar ki, yox idi. Çox vaxt heç evdə olmurdum. Olanda da içkili olduğundan başı yerində deyildi. Hətta içməyəndə belə məni də, ailəmizi də özündən uzaqlaşdırırdı. Evdə olanda bütün gününü otağında oturub televizora baxmaqla ya da oyun oynamaqla keçirirdi. Elə bil məni kompüterə dəyişmişdi. Uşaq vaxtı bu məndə böyük özgüvən əskikliyi yaratdı. Özümü lazımsız biri kimi hiss edirdim. Bu vəziyyət məni içdən yeyib bitirirdi. Çox vaxt heç evə gəlmək istəmirdim. Qorxurdum. Çünki bilirdim ki, evdə məni ancaq dağılmış bir ailə gözləyir. Heç yadımdan çıxmaz. Bir gün axşam anam yemək bişirəndə, mən də mətbəxdə, masanın arxasında oturmuşdum. Yuxarıdan atamın səsi gəlirdi. Bacımla məzələnirdi. Ona sataşırdı. Sözləri ağzında çeynəməsindən bilinirdi ki, yenə içkilidir. Axırda bacım dözməyib qışqırdı. Bəsdir daha, sən içkilisən. Anamla mən şokdaydik ki, bacım necə cəsarət edib ona cavab qaytardı. Atam da ona qışqırdı. Günahı anamın üstünə atdı. Güya içkili olduğunu bacıma anam öyrədib. Sonra pilləkənlərlə düşüb anamın yanına, mətbəxə gəldi. Mən oturduğum yerdə büzüşüb hönkür-hönkür ağlayırdım. Gəldi, masanın üstündəki şüşə qabı götürüb çırpdı yerə. Mənə elə soyuq bir baxış atdı ki, elə bil mən onun üçün heç kiməm. Sonra da təzədən yuxarı qalxıb qapını çırpdı. Düz neçə həftə onu görmədim. Qayıdandan sonra yenə başladı içməyə. Amma bu dəfə mən artıq susmadım. Ona dedim ki, belə getməz. Əgər içkini atmağa çalışsam, çox sevinərəm. Amma yenə də məni eşitmədi. Tutulub çıxandan sonra bizimlə qaldığı o bir neçə ay həyatımın ən cəhənnəm günləri idi. Axırda bir gün anamın da səbri daşdı. Onu evdən qovdu və sonra da boşandılar. Bir neçə il keçəndən sonra ailə içi şiddət və uşaq istismarına görə onu tutdular. Düzdür, o mənə heç vaxt əl qaldırmamışdı. Amma o qədər ürək ağrıdan sözlər demişdi ki, artıq özümə zərrə qədər inamım qalmamışdı. Ona görə də tutulub getməsi mənim üçün bir növ rahatlıq oldu. Amma elə səhərsi gün onu buraxdılar. Bir ay babamgildə qalandan sonra yenə də evə qayıtdı. İndi yavaş-yavaş özümə gəlirəm. Aylar keçəndən sonra başa düşdüm ki, əslində mən dəyərliyəm və lazımlı adamam. Heç kim
başqasının hərəkətlərinə görə özünü dəyərsiz hiss etməməlidir. Düzdür, biraz qorxuram. Çünki yaxın vaxtlarda məhkəməyə görə atamla yenə üz-üzə gəlməli olacağam. Amma içimdə, bir yerdə əminəm ki, mən güclüyəm və onun qarşısında dik dura biləcəm. Sizcə, belə bir uşaqlıq yaşayan insan atasını bağışlamalıdır? Yoxsa məsafə saxlamaq daha doğrudur? Bəs siz olsaydınız, necə davranardınız? Hekayəni bəyəndinizsə, rəy yazmağı, like etməyi və kanalımıza abunə olmağı unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir.